Salam əziz dostlar. Bugün mən əvvəmlə KFC hazırlayacağım. Başladık. 1 saat tuzlu suda saxladığımız qanat və döşətini marinat edəcəyik. 1 stəkan un tökəcəyik bura. Əksən. 1 xörək qaşığı duz. Məndə paprika olmadığına görə 1 xörək qaşığı pul biberi mən tökəcəm bura. Yarım qaşıq qara istiyor. 2 tane yumurta əlavə edək. 1 stəkan su. Aferin. Qarışdırırıq yaxşı bunu. Hə dostlar, 1 saat qoyaq bunu soğucuda dincəlsin. Mən isə sizdə möhtəşəm bir kampanyadan danışacağım. Nağıl kimi günlər Oba marketdə. 1-31 dekabr tarixlərində Obada 10 manatlıq alışveriş et. Sən də böyük hədiyyələr uğrunda şansını yoxla. Deməli, hər gün bir nəfərə 100 manat, 2 nəfərə isə 50 manat bonus var. Hələ bu harasıdır? Hər həftə bir nəfər iPhone 17 Pro qazanır. Diqqət, ən böyük həyəcan isə finaldadır. Bir şanslı iştirakçı Çangan Q05 avtomobilinin sahibi olacaq. Oba mobil tətbiqini kassada oxusan, avtomatik olaraq loteriya qoşulursan. Buradan Obaya təşəkkür. 1 saatimiz də tamam oldu. Ocağımız da hazırdır. Keçək pişirmə mərhələsinə. Deməli 2 stəkan un tökürəm. Biraz da duz. Yemeğimiz hazırdır. Palkoni Sanders'in ruhu şad olsun. Süper. Soğuzlarımız göz qabağındadır, 3 cürədir. Mən bundan başlayıram. İçi də çox qəşəng pişirdim bunun. Allah'tan arzum budur. Hər evdə ruzlu bərəkət olsun. Göz haqqınızı da halal edin.